Salam dəyərli izləyicilərim. Bugün sizin üçün güvən hazırlıq kurslarının 11-ci sinif üzrə 2-ci qrup üzrə blok sınağının tarix fənninə aid olan sualların izahatı ilə tanış edəcəyim. Suallarımıza keçid alaq. Burada qeyd edirik ki, tarixi proseslərin məntiqi ardıcıllığını tamamlayın. İran hökumətinin SSR ilə danışıqlara başlaması, yəni bu oradan sonra başlayır Sovet qoşunlarının İrandan çıxarılması. Təbii ki, bu hadisə onunla bağlıdır ki, 1946-cı ildə Sovet SSR öz qoşunlarını çıxardır buradan ki, neftin bir hissəsini ona verməyin hesabı ilə. Burada da neft kəşfiyyatı və hasiləti barəsində müqavilə imzalanması. Deməli, B variantı B2-yə aid olacaq burada. Sovet qoşunları çıxarılır və onlar da hücum edib milli hökuməti süquta uğradırlar. Burada da Milli Demokrat Hərəkatının yatırılması deməli 4-ə aid olar. Deməli 2-də B, 4-də isə Y doğru cavab olur. 2-də B, 4-də Y uyğun cavabımız Y variantında verilmişdir. Digər bir sualda 62-ci sualda deyir ki, verilənlərin iki xüsusiyyətinin aid olduğu dövlətlər müasir xəritədə göstərin. 16-cı yüzillikdə İspaniya donanmasını məğlubiyyətə uğratmışdı. 17-ci yüzillikdə Səfəvi dövləti ilə dostluq münasibətləri saxlanmışdı. Deməli, Səfəvilər dövləti ilə dostluq münasibətləri saxlayan həm Osmanlı dövlətidir, həm də İngiltərədir. Çünki burada Səfəvilər dövləti, məsələn, 1-ci Abbasın dövründə 2-ci Osman əlaqələr saxlayıb, həmçinin İspan donanması da, İspanlarla donanmasını məğlub edənsə İngiltərədir. Deməli, burada həm İngiltərə var, həm də Osmanlı dövləti var. Deməli, sualın doğru cavabı C variantında göstərilib. Həm İspan donanması məğlubiyyətə uğradan İngiltərədir. İngiltərənin 1621-ci ildə Səfəvilərlə müqaviləsi vardı, dostluq müqaviləsi. Osmanlı da həmin iki dövrdə Səfəvilərdən dostluq əlaqələri saxlayırdı. Bu iki dövlətin oxşar cəhətini soruşursa, təbii ki, biz 2 ilə 4-ü uyğun cavab kimi götürə bilərik. 63-cü sualda qeyd edilir ki, göstərilənlər nəticəsində Şeybani xan məğlubiyyətə uğradıldı. Şah 1. İsmail Xorasanı öz hakimiyyəti altına aldı. Səfəvilər dövlətində geniş ərazi imperiya çevrildi. Bu təbii ki, Mərv döyüşündən sonra idi. Uyğun cavabımız Y variantında verilib. 63-ə baxdıq və 64-cü suala baxırıq. Burada qeyd edilir ki, uyğunluğu müəyyən edin. BMT-nin yaradılması San Francisco konferansında idi. 45-ci ildə aiddir. Deməli, A bəndi 2-yə aid olar. ABŞ-yə aiddir. Soyuq müharibənin ikinci böhranının baş verməsi isə deməli, burada Koreya böhranı ilə bağlıdır. Koreya ilə bağlı idi. 50-53-cü illərdə baş verən müharibə. Deməli, B bəndi Koreyaya aiddir. Brexit planı ilə Avropa Birliyindən ayrılması İngiltərə aiddir. Biz lakin burada İngiltərəni görmürük. Ona görə C variantını çıxırıq. C variantını harada görsək, deməli burada biz onu çıxmalıyıq. Deməli 3 dənə variantımız gedir. Burada qeyd edilir ki, ATƏM-in yekun aktı Helsinki aktı idi ki, bu da Finlandiya ərazisindədir. Ona görə də D bəndi təbii ki 3-ə aid olacaq. NATO'nun baş qərargahının burada yerləşməsi Brüsseldə yerləşib, Belçikada verilməyib. Deməli, Y variantı da heç birinə aid olmaz. Burada uyğun cavabımız 1-də B, 2-də A, 3-də isə D olacaq. 1-də deməli B, 2-də A, 3-də D. Uyğun cavabımız B variantında verilib. 65-ci sualda burada qeyd edilir ki, deməli sualımızda burada qeyd olunur ki, 7-ci əsrin birinci yarısında Manna və deməli eradan əvvəl 7-ci əsrin birinci yarısında Manna və eradan əvvəl 1-ci əsrin sonlarında Atropatena tarixi üçün deməli xarakterikdir. Azərbaycan cənub torpaqlarında meydana gəlmişdi. Meydana gəlməsi Manna və 1-ci əsrin Atropatena üçün xarakterikdir. Burada 1-ci əsrin sonlarında Atropatena Azərbaycan cənub torpaqlarında meydana gəlməsi. Bu 7-ci əsrin birinci yarısının əlaqəsi nə ilə bağlıdır? Deyək ki, bunu götürməyəcək. Qul əməyindən geniş istifadə edilməsi, bu da yanlışdır. Alan tayfaların yürüşlərinə məruz qalır. Alan tayfaların yürüşünə Manna məruz qalmayıb. Deməli, yanlışdır. Keçmiş müttəfiqliklərlə əlaqəsinin pozulması. Doğru cavabımız burada D variantı. Niyə bu variantı götürdük? Çünki 7-ci əsrin birinci yarısında Asuriya ilə əlaqələr pozulur. Aşerinin dövründə. Burada da 1-ci əsrdə Atropatena üçün xarakterik oldu ki, Atropatena Roma ilə yaxınlaşır. Yəni Parfiya ilə münasibətləri pisləşir. Ona görə də biz burada
D variantını uyğun olaraq götürdük. 66-cı sualda qeyd edilir ki, Səfəvi-Osmanlı münasibətləri ilə bağlı uyğun fikirləri müəyyən edin. Qızılbaşların Çaldıran döyüşündə Qızılbaşlar Çaldıran döyüşündə qələbə qazanmışdı. Səfəvi-Osmanlı müharibəsi ilə bağlı fikirləri müəyyən edin. Doğru fikirləri müəyyən edin. Qızılbaşlar Çaldıran döyüşündə qələbə qazanmışdı. Xeyr, bu yanlışdır. Biri götürmürük. Səfəvi şahı yandırmış torpaq taktikasını tətbiq etmişdi. Yandırmış torpaq taktikasını tətbiq etmişdi. Bu doğrudur. Yəni doğrudur. Burada yanlış yazıb. Deməli 1 ilə 2 olan cavablar yanlışdır. Sultan Süleymanın qoşunları Ərəb İraqını tutmuşdu. Doğrudur. Bəli, 3 doğrudur. Osmanlılar tərəfindən Səfəvilərin Hind okeanına çıxış yolu bağlanmışdı. Doğrudur. Osmanlılar tərəfindən deyildi. Bu Portuqallar tutmuşdular. Deməli bu yanlış 4 ola bilməz. 4-ü də çıxırıq. İstanbul müqaviləsinin imzalanması Səfəvi-Osmanlı müharibəsinin ilk mərhələsi başa çatmışdı. Yanlışdır, bəli. 2 mərhələsi Amasya müqaviləsindən başa çatmışdı. Deməli sualın doğru cavabı B variantında verilib. Digər bir sualda, yəni biz 67-ci suala baxırıq burada. 67-ci sualda deməli qeyd edilir ki, Salari Ağqoyunu deməli burada da qeyd edilir ki, Salari Ağqoyunu Səfəvi dövlətləri arasında ortaq cəhəti müəyyən edin. Salarilər, Ağqoyunlar və Səfəvilər dövləti. Şərqi Gürcüstanın tabe edilməsi. Bəli, bunlar hər ikisinə aid olub. Uzun Həsənin dövründə Salari, Mərzban ibn Məhəmməd, Səfəvilərin dövründə Şərqi Gürcüstan tutulub. Azərbaycanın cənub torpaqlarında meydana gəlməsi. Burada paytaxt şəhərinə baxanda Ərdəbil, Təbriz paytaxt şəhərlisi, deməli Azərbaycanın cənubunda meydana gəlməsi doğrudur. Erkən orta əsrlərdə mövcud olması yanlışdır. Klassik feodalizmin dövrünə aiddir. Səfəvilər heç klassik feodalizm dövründə də son feodalizmə aiddir. Üst uyğun deyil erkən əsrlərdə olması. Xəzər dənizə hərbi donanma, ümumiyyətlə donanma AXC dövrünə qədər Azərbaycanda olan dövlətlərin hərbi donanması olmamışdı. Ona görə də burada 1 ilə 2, yəni D variantını uyğun cavab kimi götürürük 67-ci sualda. Və növbəti 68-ci suala baxsaq. Burada qeyd edilir ki, 1773-cü ildə çay ilə yüklənmiş gəmilər Boston limanına yan aldı. Burada çay məhsulları ucuz qiymətə ailə satılmalı idi. Buna etiraz edən Hindu geyimində olan bir qrup fəal gəmiləri hücum edib çay yeşiklərini boşaltdı. Boston çay qonaqlığı adını almış bu hadisədən sonra İngiltərə hökuməti Boston limanını bağlatdı. Kolonistlərin çay ucuz qiymətə satışına etirazının səbəbi nə idi? Fransa koloniyalar İngiltərəyə ticarəti qadağan edilmişdi. Bu yanlışdır. Koloniyalar yalnız Hollandiya ilə ticarət əlaqələri saxlayırdı. Koloniyanın boykot siyasətini pozmaq istəyirdi. Burada İngiltərə koloniyaların boykot siyasətini pozmaq istəyirdi. Yanlış cavabımız budur. Boston limanı Vaşinqton ordusunun nəzarəti altında idi. Bu da yanlışdır. İngiltərə kralı ABŞ-nin müstəqilini tanıdı. ABŞ bu dövrdə yox idi. 1773-cü ildə, 76-da yaranıb. Ona görə də uyğun cavabımız C variantıdır. 69-cu sualda burada qeyd edilir ki, Şirvanşahlar dövləti Şəddadilər dövlətinə aid olan xüsusiyyətlər verilib. Özdə 11-ci yüzillikdə hücumuna məruz qalıb. Burada 11-ci yüzillikdən söhbət gedir. Davidin yürüşü ümumiyyətlə 12-ci əsrə aiddir. Davidin yürüşləri. A-nı götürmürük. Slavyanlar ola bilər. Məsələn, 1030-cu ildə. Alan tayfaları ola bilər. Məsələn, 1032-30-cu illərdə hücumlar edilib. Deməli, bir də BC olmalıdır. Burada da biz 2 cavab görürük. A variantında və deməli Y variantında. Şəddadilərlə bağlı Xəzər xaqanlığının hücumu ilə deməli Xəzər xaqanlığının Şəddadilər, Xəzər xaqanlığı 11-ci yüzillikdə deyildi. Çünki 965-də süquta uğramışdı. Ona görə də 2-də A olan variantlar yanlışdır. 2-də A olan A variantları yanlışdır. Burada baxırıq. Deməli, bir də BC idi. BC. Deməli, 2-də isə deməli A variantı yanlışdır. Burada Monqolların yürüşü də 11-ci əsrdə olmaz. Burada 2-də də C variantı qalır. Səlcuq yürüşləri. Bəli, Səlcuq yürüşləri 1054-cü ildə məruz qalıb 11-ci əsrdə A deyilir. Deməli, bir də BC, 2-də C variantı doğrudur. A variantında doğru cavabımız verilir. 70-ci sualda qeyd edilir ki, Almaniyanın İspaniya ilə oxşar Fransadan fərqli cəhətini müəyyən edin. Reformasiya hərəkatının baş verməsi. Reformasiya Fransada da baş verib. Bu deməli fərqli ola bilməz.
Şərq ölkələrinin xass yürüşləri təşkil edilməsi. Bu İspaniya ilə yəni əlaqəsi yoxdur. Habsburqlar sülaləsi hökmranlıq etməsi. Bəli, bu doğrudur. Almaniya İspaniyanın ortaq cəhətidir. Amma Fransa Habsburqlar sülaləsi mövcud olmamışdır. Ona görə uyğun cavabımız C variantında verilib. 71-ci sualda xəritədə rəqəmlərlə verilmiş şəhərlərin 13-cü əsr tarixinə aiddir. Yəni burada şəhərlər verilib. Bir də Təbriz şəhəri verilib və Gəncə şəhəri verilib. Bunların ikisinin üçün ortaq cəhətdir. Səlcuq canişinin mərkəzi olması. Yəni 13-cü yüzdə Səlcuq dövləti heç yox idi, yanlışdır. Xarəzmşahların zülmünə qarşı üsyan baş verməsi. Bəli, bu ola bilər. Cəlaləddinə qarşı həm Təbrizdə, həm də Gəncədə üsyan baş verib, doğrudur. Slavyan yürüşləri 13-cü illiyə aid deyil. Hülakilər dövləti, deməli, Hülakilər dövlətinin paytaxtı Gəncə olmayıb. Monqolların yürüş nəticəsində dağıdılmışdı. Deməli, bu 13-cü əsr Monqol yürüşləri nəticəsində dağıdılmışdı. Yəni bunu deyək ki, Gəncəni aid etmək olar, lakin deməli bunu Təbrizə aid etmərik. Ona görə də burada Xarəzmşahların zülmünə qarşı üsyan baş vermişdir. Uyğun cavabımız B variantı olacaqdır. 71-ci sualda və 72-ci suala baxırıq. Burada qeyd edilir ki, xəritədə xüsusi işarələnmiş xanlıqların 1-ci Rusiya-Qacar müharibəsi dövründə. Burada ərazi məlum məsələdir ki, bu işarələnmiş ərazi bu ərazini göstərir. Deməli, bu İrəvan xanlığının ərazisidir. Burada yazaq, İrəvan. İndi burada qeyd edirik ki, Qurqobu yaxınlığa döyüş bu Gəncəyə aid olar. Yerli bəylərdən ibarət olan Əylət Şurası Qubada olub, bu yanlışdır. Məhəmməd Hüseyn xanın başçılığı ruslara qarşı müqavimət göstərdi. Bəli, doğru cavabımız C variantıdır. Sərdarabad qalası bu 2-ci Rus-Qacar müharibəsinə aiddir. Bizdə isə 1-ci Rus-Qacar müharibəsini soruşur. Paskeviç də 2-ci Rus-Qacar müharibəsini başlayır. Deməli, C uyğundur. Digər 73-cü suala baxsaq, burada qeyd edilir ki, 1920-ci ilin apreli və 2023-cü ilin sentyabr Azərbaycan Respublikasının tarixi üçün ortaq cəhətdir. Rusiya silahlı qüvvələrin Qarabağ ərazisindən çıxarılması. Xeyr, bu yanlışdır. Həm də 20-ci illə aid ola bilməz. Burada İran və Azərbaycan arasında diplomatik münasibətlərin pozulması, bu da yanlışdır. Azərbaycan ordusunun Şuşa yağı döyüşlərində ermənilər məğlub etməsi, bu da doğru deyil. Xocalı və Əsgəranın erməni işğalından az. Bəli, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində azad olunub, həmçinin aprel ayında da Xocalı və Əsgəran aprel ayında azad olunub. Ona görə uyğun cavabımız D variantıdır. 74-cü suala baxırıq. Burada 74-cü sualda qeyd edilir ki, Frankların Poitiers döyüşünə qələbə qazanması nəticəsində bu təbii ki 732-ci ildə Poitiers döyüşüdür. Burada deməli ərəblərin Qərbi Avropaya yürüşünün qarşısı alınmış oldu. Və doğru cavabımız burada xilafət qoşunlarının Qərbi Avropaya irəliləməsinin qarşısı alındı var. Yəni B variantında cavablar məlumdur. Yəni burada uyğun cavabımız verilib. Növbəti 75-ci suala baxsaq, burada qeyd edilir ki, 20-ci əsrin 20-30-cu illərdə Azərbaycan mədəniyyət sahəsində baş vermiş yeniliklər. Kino idarəsi 1926-cı ildə yaradılıb götürürük. Latın qrafikasının fikir ilə əvəz etməsi 1940-cı illədir, götürmürük. Birinci Ümumi İttifaq Türkoloji Qurultayı 1926-cı illədir, götürürük. Yazıçılar Birliyini götürərik, 26-cı illədir. Qobustan qayası rəsmlərinin tədqiqinə başlanması 1947-ci il İshaq Cəfərzadəyə aiddir. Ona görə də sualın doğru cavabı 1, 3 və 4 olacaq. 1, 3, 4 də Y variantında göstərilib. 76-cı sualda Elxani Qazan xan və Qızıl Ordu xanı Özbək xanına aiddir. Yeni dövlətin əsasını qoymuşdur. Yanlışdır. Köçəri Monqol fedalar arxalanırdı. Yanlışdır. İslam dini qəbul ediblər. Burada Qazan xan da, Özbək xan da Qızıl Orduda İslam dini qəbul etmişdilər. Ona görə uyğun cavabımız D variantıdır. 77-ci suala baxırıq. Klasteri tamamlayın. Rus dövlətinin müqavilə imzaladığı dövlətlər və imzalanan müqavilə. 18-ci əsrin 1-ci rübü, yəni 225-ci ili aid olan. Deyir ki, hansı ölkə ilə Niştat müqaviləsini bağlayıbsa, burada deyir ki, hansı ölkədir. Niştat müqaviləsini İsveçlə imzalanıb, İsveçlə alan. Deməli, burada bir dənə cavabımız var elə. Yəni, İsveç var burada. Digər, Osmanlı ilə Prut var idi. Deməli, Nabur sülhü yenə də Osmanlı dövləti ilə 3-də, 2-ci rübü, Gəncə müqaviləsi səbəblərindən ilə C variantımızda açıq şəkildə görə bilirik cavabı.
78-ci sualda Əhəməni hökmdarı 1-ci Daranın Yunanistana hücumuna səbəb oldu. Afinada üsyan qaldırmış Yunan şəhər dövlətinə yardım göstərməsi. Necə Afinanın üsyan qaldırmış Yunan şəhər dövlətinə yardım göstərməsi ilə A variantı doğru cavabımız var 78-ci sualda. Və növbəti 79-cu suala baxırıq. Erkən və son tunc dövrlərinə dəfn etmə adəti üçün səcəvi. Ölülərin yaşayış məskən içərilərini basdırması. Bu enolitdə idi. Bəzi qəbirlər üzərində kurqanların qurulması. Bəli, kurqanlar tayfa başçıları məzarı üzərindədir. B doğrudur. Siklopik tikirlər yanlışdır. Erkən tunca aid ola bilməz. İlk tayfa birliyi ölü yandırma adətinin həyata keçirməsi ilk tayfa birliklərində deyir. Burada tayfalarda da var. Katakomba qəbirləri yanlışdır. Elə B variantı uyğun cavabdır. 80-ci sualda qeyd edilir ki, Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Konstitusiyanın qəbul edilməsi. Konstitusiyanın qəbul edilməsi Mutsihito'nun dövrünədir. A bəndi Mutsihito, yəni bu Yaponiyanın imperatorudur. 1889-cu ildə konstitusiya qəbul olunub. Avropa nümunəsində nazirliyin yaradılması bunların üçünə də aiddir. Nazirliklər yaradıblar. Azad taxılçılar haqqında fərman 1803-cü ildə Aleksandra aiddir. Yeni təhsil müəssisələrinin fəaliyyətə başlaması. Təhsil müəssisələri də ortaq cəhət ola bilər. Bəli, götürür ortaq. Hərbi ilin sistemin ləğv olması 2-ci Mahmuddur. Yəni burada yeniçərilər ləğv eləyir. Yeni nizami ordu yaradır. Deməli, burada Y bəndi 2-ci Mahmuda aiddir. Uyğun cavabımız olur. 1-də C, 2-də Y, 1-də C olur. 2-də Y, 3-də A, 4-də B-dir. Yəni burada Y variantında aydın şəkildə görə bilirsiniz. 81-ci sualda uyğunluğu müəyyən edin. Ağqoyun dövlətinin parçalanması rəsmiləşdirildi. Bu Əpər sazişinə görədir. Burada da B bəndi Əpər sazişində verilib. Birinci Dəmasiyon Azərbaycan torpaqlarının vahid dövlətə birləşməsi bu Şəki hakimliyinin tutulması iləndir. Deməli C bəndi Şəki hakimliyinin müstəqilinə son qoyulması iləndir. Deməli burada 1-də B, 2-də C olacaq. 1-də B, 2-də C A variantında verilib. 81-ə baxdıq və növbəti deməli 82-ci suala baxsaq. Burada qeyd edirik ki, daha əvvəl baş vermişdir. Osmanlı ordusunun Çirmən döyüşündə qələbə qazanması. Çirmən döyüşü 1371-ci ildə aid olduğu üçün 1371-də Vestfaliya 1618-də daha əvvəl deyir. 1648-də daha doğrusu Vestfaliya. İspaniya krallığının Granadanı işğal etməsi 1492. Batı xanın Kiyevi ələ keçirməsi 1241-40-41-ci illərdə. Al Qızılgül və A Qızılgül müharibələrinin başa çatması 1485-ci illərdir. İndi burada daha əvvəl baş verdiyini qeyd eləyirsə, burada təbii ki D variantı uyğun cavabımız olar. Digər bir sualda deyir ki, Makedoniya imperiyası və Ərəb xilafətinin işğallar arasında ümumi cəhət insanın şimal-qərbini ələ keçirməsi. Bunu götürə bilərik. Bunu ortaq cəhət görə. Yunan şəhər dövlətinin asıla salınması ərəblərə aid deyil. Suriya Fələstini Misir işğal ediblər. Uyğundur. Qərbi Avropanın içərilərinə doğru hərəkət etmələri yanlışdır. Burada ilə 1 və 3 doğru. 1, 3 olur. Xronoloji ardıcılığı müəyyən edin. Dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarılmasına başlaması 1948, Metropoliten 1967, Milli Azərbaycan qərargahı 1962, Bakı Telestudiyası 1956-cı ildə fəaliyyətə başlayıb. Deməli, burada uyğun cavabımız olacaq 1, 3, yox, daha doğrusu burada olacaq 1, 4, 1, 4 Telestudiya, Milli Azərbaycan qərargahı 3 və 2 Metropoliten 67-dir. Digər 85-ci sualda qeyd eləyir ki, SSR ilə Yaponiyasının bir-birinə düşmənçilik etməyi varsa müqavilənin imzaladığı ildə bu 1941-ci ildən söhbət gedir. Hansı hadisədir? Hiroşima və Nagasaki şəhərlərində atom bombası atıldı. Bu 45-dədir, götürməyəcəyik. Öz təhlükəsizliyi üçün vacib hesab edilən dövlətlər yardım üçün Lend-Liz haqqında qanun bəli götürürük, 2-ni götürürük. Harborda Yaponiyanın hava hücumuna məruz qaldı. Bunu da götürürük. Yapon əsilli ABŞ vətəndaşlarının xüsusi düşərgələrə sürgün edilməsi 1942-ci ilə aid olduğu üçün götürmürük. Deməli, burada uyğun cavabımız olacaq 2 və 3. Deməli, 2 və 3 doğru cavabımız olur.
86-cı sualda qeyd edilir ki, hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndləri müəyyən edin. Muğamda qurultayın çağırılması Nadirin Səfəvi şahı elan edilməsi. Səfəvi şahı olmur, artıq öz yeni dövlət yaradır. Georgiyevsk müqaviləsinin imzalanması Qacar təhlükəsinə qarşı mübarizənin nəzərdə tutulması. Bu Georgiyevsk müqaviləsi 1902-ci ildə Qacar təhlükəsinə qarşı bu ola bilər. Bəli, Rusiya 1902-ci ildə Lənkəran və Quba xanlığı qoşulur. Fətəli xanın Azərbaycan torpaqlarını birləşdirmə siyasəti yürütməsi, Salyanın Quba xanlığına tabe edilməsi. Salyanı Fətəli xan Qubaya birləşdirmir, bu Hüseynəli xanın dövründədir. Deməli, Qacarlar Aslandı üz döyüşündə məğlub oldu. Abbas Mirzə Şuşanın mühasirəsinin əl çəkməsi. Xeyr, Aslandı üz döyüşü Şuşa ilə bağlılığı yoxdur, yanlışdır. İngilis donanmasının yardım göstərilməsi, Şah 1. Abbasın Hörmüz Portuqallardan alması. 5 də doğrudur. Deməli, 2-5 uyğun cavab olur 86-cı sualda. Və növbəti 87-ci suala baxırıq. Dəmir yumruq qisas planı lokal antiterror əməliyyatı ilə bağlı belə bir sualımız var. Burada dəmir yumruq, qisas, bir də lokal antiterror əməliyyatı. Azərbaycan Qarabağ iqtisadi rayonu üzrə öz suveren hüquqlarını tamamilə bərpa etdi. Lokal antiterrordaydı. A bəndi 3-ə gedəcək. Ordumuz düşməni əsas zərbəni Füzuli və Cəbrayıldan endirməli idi. Bu dəmir yumruq əməliyyatına görə idi. Yəni B bəndi 1-ə aid olar. Hadrut qəsəbəsi işğaldan azad olundu. Hadrut azad edildi. Dəmir yumruq planına əsasən azad edilib. Bunun deməli Vətən müharibəsinə aid olduğunu götürdük. Qırxqız və Sarıbaba yüksəklikləri ordumuzun nəzarəti altına keçdi. Bu qisas əməliyyatıdır. 1922-ci ilin avqust 2022-ci ilin avqust ayında idi. Yəni ona görə də D bəndini götürürük. Cəbrayılın Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Bu aprel döyüşlərində idi. Ona görə bu heç birinə aid deyil. Deməli BC, D və A doğru cavab olar. Situasiya isə göstərir burada. Öz cavablarınızı rəy bölməsini yaza bilərsiniz. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Diqqətiniz üçün təşəkkür edirik.